İnsan beyni yaradıcılıq üçün yaranıb. Biz nəyisə yaratmağı sevirik təbiətimiz etibarilə. İnsan beynindən məlumat deposu kimi istifadə etmək yanlışdır. Məlumatı saxlamaq üçün sizin ikinci beyniniz olmalıdır. Əsas beyninizi boş saxlayıb ikinci beynindən istifadə etməlisiniz. Və insan beyninin ən çox qorxduğu şey natamam biliklərdir. Deyək ki, siz evə gedəndə kofe almalısınız və ya siz filan kəsə nəsə söz vermisiniz, amma onu etməmisiniz. Onlar beyində qalanda çox geniş yer tuturlar və zaman keçdikcə insanlar şikayətlənir ki, mən qocalıram, yaddaşım zəifləyir. Əslində heç nə zəifləmir, sadəcə natamam işlərin sayı artır. Və bu natamam biliklər müxtəlif formada gəlir. Ona görə də birinci, siz həmin natamam biliklərin hamısını beynindən çıxartmalısınız. Bu çox gözəl prosesdir. Hətta bunu bəziləri mənim təlimə gələn insanlar bunu meditasiya ilə müqayisə edir, yoga ilə müqayisə edən insanlar var ki, o qədər beynin rahatlaşır. Beyninizdən çıxartdığınız natamam işləri, görəcəyiniz işləri, bilikləri, onları kateqoriyalara bölürsünüz və beyninizdən kənar ikinci beyin yaradırsınız. Bu ola bilər sizin smartfon, sizin kompüteriniz və ya texnologiyadan xoşunuz gəlmirsə, kağızlara qoya bilərsiniz. Amma kateqoriyalar aydın olmalıdır.